Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Sabah Azərbaycanda hava necə olacaq? İyulun 15-i üçün rəsmi hava proqnozu açıqlanıb. Ölkənin bir çox bölgəsində isti hava şəraiti davam edəcək və bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəyədək yüksələcək. İndi isə sizi sabah gözləyən hava şəraiti ilə bağlı ətraflı məlumatla tanış edək. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində səma əsasən açıq olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır. Bu səbəbdən açıq havada olan şəxslərə xüsusilə günün isti saatlarında ehtiyatlı olmaları tövsiyə edilir. Paytaxt ərazisində havanın temperaturu gecə saatlarında 21-26 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 754 mm civə sütunundan 757 mm civə sütununa dək yüksələcəyi gözlənilir. Nisbi rütubət gecə saatlarında 70-80%, gündüz isə 50-60% olacaq. Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Həmin ərazilərdə arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Bundan əlavə gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda əsasən mülayim şərq küləyi əsəcək. Bölgələr üzrə temperatur göstəricilərinə gəlincə, gecə saatlarında havanın temperaturu 21-26 dərəcə isti olacaq. Gündüz saatlarında isə əksər rayonlarda temperaturun 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Bəzi ərazilərdə isə termometrlərin 40 dərəcə isti göstərəcəyi proqnozlaşdırılır. Dağlıq rayonlarda gecə temperaturun 14-18 dərəcə isti, gündüz isə 24-29 dərəcə isti olacağı bildirilir. Belə yüksək temperatur şəraitində xüsusilə yaşlı insanlar, azyaşlı uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər günün ən isti saatları olan 11:00-dan 17:00-dək mümkün qədər açıq günəş altında uzun müddət qalmamalıdırlar. Bol may qəbul etmək, yüngül və açıq rəngli geyimlərdən istifadə etmək, həmçinin günəş şüalarından qoruyucu vasitələrdən yararlanmaq faydalıdır. Dağlıq və dağətəyi rayonlara səfər etməyə planlaşdıranlar isə hava şəraitində qəfil dəyişikliklərin baş verə biləcəyini nəzərə almalıdırlar. Leysan yağışları, şimşək və dolu ehtimalı səbəbindən təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur. Beləliklə, sabah Azərbaycanda isti hava şəraiti üstünlük təşkil edəcək. Bir çox rayonlarda temperatur 35-38 dərəcə isti olacaq. Bəzi ərazilərdə isə 40 dərəcəyədək yüksələcək. Paytaxt Bakı və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilsə də, dağlıq və dağətəyi rayonlarda qısa müddətli leysan, şimşək və dolu ehtimalı var. Ən son hava proqnozları və gündəlik xəbərləri izləmək üçün videonu bəyənməyi, kanalımıza abunə olmağı və bildiriş zəngini aktiv etməyi unutmayın. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti videolarda görüşənədək.